Bismillahirrahmanirrahim. Değerlilerim mənim, quş diriyken qarışqanı yeyir. Öləndən sonra isə qarışqa onu yeyir. Bəli, şərait zamanla dəyişir. Ola bilsin ki, bugün sən güclü olasan, amma bil ki, zaman səndən də, məndən də güclüdür. Belə ki, bir ağac minlərlə kibrit çöpünü düzəldir. Bir ağacdan minlərlə kibrit çöpü düzəlir. Amma vaxtı çatanda bir kibrit çöpü minlərlə ağacı yandırıb kül edir. Elə isə ey insan, təkəbbürdən uzaq ol, zülm etmə, məğrur olma. Bunlar bir ibrətli hadisələrdir ki, həyatdakı bizə kibirdən, təkəbbürdən, lovğalıqdan uzaq olmağı öyrədir.